Qoç, nəzərdə tutduğunuz planların icrasına tam rahatlıqla başlaya bilərsiniz. Yaranan şanslardan istifadə edin. Sizə paxıllıq edən insanlardan özünüzü qoruyun. Gəlirləriniz artacaq. Buğa, maddi vəziyyətiniz yaxşılaşsa da qarşılıqlı münasibətlərdə və səhhətinizdə xoşagəlməz hallar ola bilər. Bu amili nəzərə alaraq davranışınıza və qidanıza fikir verin. Əkizlər, son zamanlar doğmalarınızla əlaqələriniz soyuyub. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı yaxınlarınızla keçirməyiniz məsləhətdir. Xərçəng, ixtiyarınızda olan bugündən maksimum yararlanaraq keçmiş səhvlərinizin nəticələrini aradan qaldırmaq üçün bir sıra addımlar atmalısınız. Uzaqda yaşayan doğmalarınızla da əlaqə yaradın. Şir, o qədər də səmərəli gün deyil, lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatlığa özünüz son qoyun. Qız, yaxşı olardı ki, bütün işlərinizi təxirə salasınız. Şəxsi münasibətlərdə bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur. Təmkinli olmağa çalışın. Tərəzi, yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz. Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın. Əqrəb, ümumi ab-hava gərgin olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək. Oxatan, günün ümumi mənzərəsi normaldır. Yaxınlarınıza qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyacı olanlara bacardığınız qədər kömək edin. Oğlaq, işgüzar mühitdə yaranan xoş ovqat digər məsələlərdə də irəliləyişə səbəb olacaq. Özünüzü cəmiyyətdən təcrid etməyin. Həyatdan zövq alın. Açıq havada istirahət əhvalınıza yaxşı təsir edəcək. Dolça, qəlbinizin istiliyi ətrafınızdakı insanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin. Balıqlar, bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltmək barədə düşünməzdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın.